Gürcüstanda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Qeyd edək ki, Marneyli rayon Qızılhacılı kənd sakinləri qəbristanlıqlarının bir hissəsinin satılması ilə əlaqədar etiraz ediblər. Sakinlər şikayətlərinin baxılmamasına görə müxalifətdən olan Vahid Milli Hərəkat Partiyasının üzvü Əhməd İmamquliyevi kəndə dəvət ediblər və bu problemlə bağlı onlara kömək edilməsini xahiş ediblər. Daha sonra kəndə gələn icra nümayəndələri Valeri Metrebeli və bələdiyyə deputatı İsmail Bayramovla Vahid Milli Hərəkat Partiyasının üzvü Əhməd İmamquliyev arasında mübahisə yaranıb. İcra nümayəndələri Əhməd İmamquliyevi provokasiya yaratmaqda suçlayıblar. Какой вы мне вопрос задать? Я вам вопрос задаю, что в течение недели... право вы имеете задать не то, что моральное, я не то, что моральное, юридическое право имею. Я гражданин, я гражданин Грузии и проживаю в городе Марнеуле. И это сила... Millət Qızılhacılı sakinləri yığışıb. Ona görə ki, bildiyiniz kimi bura qəbristanlıq territoriyasıdır. Yəni əraziyi kimsə də Arif Qarayev adında bir nəfər istəyib auksyona çıxartdıra ala və biz bura millətlə bərabər ona görə yığışmışıq ki, bunu protest edirik ki, bura satılmamalıdır, bura qəbristanlıqdır, qəbristanlığın torpağıdır və burada qədimi hamımızın, elimizin, yəni dünyasını dəyişənlər hamısı burada dəfn olunublar. Qızılhacılı kənd sakinləri icra nümayəndələrinə bu məsələ ilə bağlı öz şikayətlərini bildirərək qəbristanlığın ərazisinin geri qaytarılmasını tələb ediblər. İcra nümayəndələri isə sakinlərə söz verdilər ki, bir həftə ərzində bu problem öz həllini tapacaq. Там прибрежная территория 3715 квадратных метров. Ариф Караев внес заявление, он хотел закупить вот эту территорию. Лидеры национальной партии все это свалили на депутата Картулиоцнеба и на представителя Гамгебели. Мол, они хотят закупить эту территорию и что-то тут построить. Неизвестно, что они хотели построить. Это в кавычках, естественно. Я был позавчера здесь, в Кызылхачылу, я объяснил народу, что вот это 3715 квадратных метров никто не сможет овладеть, вот так скажем, закупить. Эта территория, как вам сказать, можно сказать, территория кладбища, и эта территория останется во владении Кызылхачылинского кладбища. Больше я никакого комментария не могу дать. Azər Məmmədov, İlkin Hüseynov, Ceyhun Muhammed Əli, İntiraz Gürcüstan.